Başladın. Başladım qaqaş, başladım. Deyirsən, denəsən. Yoxsa görüşdük Orxan bəy, xoş gəlmisiniz. xoş gördük. Gələ yazsın. Gələ yaz. Demək, bu 6-cı görüşümüzü yenə Murad öz işindədir. Demək, yoldaşlar, bir nəfərə hədiyyə olunacaq. O da ki, inşallah bir dənə yağ dəyişmədir, yağ dəyişmə. Burada olanlardan olacaq da, yəni qrupa gələnlər, görüşə gələnlərə bir dənə yağ dəyişmə olacaq. Onda necə olacaq? Orxan bəy zəhmət olmasa açıqlama. Özüm deyim. Özün deyirəm. Hədiyyə necə verəsən? Özüm deyim. Deməli, əzizlərim, hədiyyəni verən indikator avtodur. Yəqin ki, qrupdan tanıyırlar hamı. İndikator avtoya da buradan salamlar. Öz rəsmi Bəli, sağ olsunlar. əməkdaşımızı. Özləri təklif, yəni belə deyim, dedilər ki, heç bir problem yoxdur. Bura gələn görüşdə gələn çanqanların içində ən çox yürüşü olan avtomobili çəkirik. Kimin ki yürüşü ən çoxdur, ona bir dənə yağ filtri, hava filtri və təbii ki, dəyişmə ilə bir yerdə hədiyyə olunacaq. Ona görə da Orxan bəyə salamlarımızı bildirək. Çox sağ olsun. Üzvlərimiz də maşallah olsun. Orxan bəyin yanına gedirlər indikator avtoya. Bəli, bəli. Maşallah da olsun. Soruşuram, hamısı da razıdırlar yağ dəyişmədən. İnşallah ki, yenə də razı olarlar. Sağ olsun ki, hədiyyə də verib. Allah kömək olsun. İnşallah. İndi biz İnşallah ki, ne edirik? Ən çox probegi olan kimdirsə, həmin adama bir dənə yağ dəyişmə hədiyyə olacaq. Məndə 39 mindir. 39 mindir səndə. Ya aksiyon keçiririk. 39 min qardaşlar. 39 min. 38 min nə qədərdir? 39 min. Gəl elə eləyək də. Var 39 mindən yuxarı. Bir nəfər 39. Adınız nə oldu müəllim? Çingiz müəllimi çək. Bir nəfər 39 min qeyd elədim bir nəfər. Sağ ol. 39 min. 39 mindən yuxarı. 39 mindən yuxarı var probek olan. Neçədir? 55 min. 55 min. Gel qardaş, gel, yaxşı. Maşın burdadır da, hə? Maşın Qardaşım. buradadır qaqaş. Maşının buradadır qaqaş. Probeki çəkəcək. 55 min. Nə qədərdir? Olsun 55 mindən yuxarı. 55 mində qardaş. Qardaş çəkə bir danışdıraq qardaş. Yaxın necə? Burada başqa nə var? Nə varsa yoxdur. 55 mindən 55 yuxarı. mindən nə eləmsən maşını? Yağın dəyişmirsən? Karafkan yağı ilə maşın yağı. Başqa heç bir şey eləməmsən. Nəsə narazılığın problemi yoxdur ki. Yəni bu reklam tipli deyil. Yox, Bu yox, yox, görüşü yox, deyil. yox. Burası bizim özümüzə də maraqlıdır ki. Ay, sağ ol. Mən 13 min sürmüşəm, arazida bir problem yoxdur. 55 mindən yuxarı heç kəsdə yoxdur da dəqiq. 55 mindən yuxarı var kimdəsə. Eşan nətərsən, xoş gəlmisiniz. Dəyişməlisən məyəm, teyir onu. 45-də deyirsən. Karafka. Neçədir? Birinci 25 min. Sonra 40-45. Yox, qiymət neçədir? Birinci yağı zavod yağı. 125 min karapkan yağı. Şu an qədər 60 manat ucuz oldu. 120 manat. Yaxşıdır. Heç səqəş ki, maşın bu yağında eşit. Xeyirli olsun. Çox sağ ol qardaş. Sən qismət olmaz inşallah. 20 yanlarda bura var. Maşına bir dənə baxa bilərik dostum. Bir dənə bağışlayın. Gedək qardaşımızın maşınına baxaq. 976 səndir. Ha. 55 min kilometr yürüyüşü olan avtomobilimizin vəziyyətli bir də düzdür, indi təzə maşındır da. Neçə müddətə sürmüsən qardaşım bunu? Bunu 9 ay. 9 aya 55 min kilometr. 16 amperdən ondan yuxarı nə götürsən? Bu 9 ay ərzində nəsə səndən belə asılı olmayan nəsə bir problemi falan çıxıb? Yox. Stupiçan, patimniki, sveça, nakladka. Nakladkanı da apardım, dedi ehtiyac yoxdur hələ. Ehtiyac yoxdur hələ. Ha, başa düşdüm, başa düşdüm. Belə də ki, qardaşım, normal 55 mində. Normal da qardaşım. Bir də buralara baxaq. Burada misal üçün balaca cızıqlar var. Burada dırnaq izlərinə oxşayır. Amma salondur filandır. Bir dənə baxaq. Kojasız adı ki, yəni cırılsın, eləsin, süzülsün. Belə şeylər yoxdur əzizlərim. Tək rulun yeyilməsi filan belə şeylər. İndi qoy bir dənə oradan da çəkəcəm. Yəni elə şeylər, yenə deyirəm, kilometraj olaraq çox deyil, 55 mindir. Amma baxma da, keçən səfər yürüyüşdə demişdilər ki, misal üçün nəyisə sıradan çıxmışdı. Qardaşım, normal. Bu da ruluna da belə pis maşın. Hələ zavod kimi, yeni çıxar kimi.
Cızıq falan bir dənə var buralarda gördüm. Bozarma, nə bilim qızarma, belə şeylər yoxdur. Qardaşım, yoxdur. Belə, gəlin kilometrajı da bir dənə çəkək. 54.624 kilometr. Aşıbqa falan görək yanır, yoxsa yox? Gəl soruşaq da görək neçə, hansı benzinlə sürür. Dostum, bir dənə söz soruşum. 92 ilə sürürsən, 95 nə? 95 də vururam arada. Amma 92 heç bir problem yaratmır. 95 arada vurursan. Amma əsasən Gret vururam da. Əsasən 92. Benzinə ehtiyac olmur. şarj edirsən də. Yox, Şarja da qoşulan 55 mini şarjla sürə bilmərsən axı o qədər. Yox, benzini də vururam. Hə. Çəkdi oranı. Ya, yox, bu çəkdim 54 min nə qədər sürüş idi. Hə. Bəli. 92 ilə çəkin işığı zadı falan heç nə yanmadı. Heç. Heç bir priborda gördüm, heç bir işıq yanmadı. Salonun vit fasonuna da baxdım. Bir dənə xotlu yağ da, bir dənə zəhmət Verin olmasa. nasıl? Hə, zəhmət olmasa bir dənə verərdin. Amma xotlu idi mən bilən. Yox. Yox. Özü bir dənə. Çünki salonda bütün ışıqlar yox, xotlu Bir deyil. dənə bu. Hə, heç bir işıq zadı yanma söhbəti yoxdur. Prosta bunu dəyişirəm. İndi kilometraj ola bilsin az verir də. Bunu qrupda öyrəndim. Ha. Baxın, oldu 507 kilometr. Bunda benzin ümumiyyətlə işlətmir demək olar. Hə. CLTC bu Çin standartıdır, yoxsa World hansı daha Onu yaxındır bilmirəm də. reallığa? CLTC yaxşıdır mənim üçün. O da təzə öyrənmişəm. Mən CLTC 507-dir. Aha, o 20-dir. O kilometraj nə qədərdir? Hə, busa 457-dir. Aha, Bu buna vurur, bax, dinamik. Dinamika vuranda nə qədər? Dynamic 459. Hə, onda mənim benzin çox gedir də. Aha. Ondan sonra düzəlib indi. Yəni belə yenə də çox getsə də sərf eləyir. Bildim əzizim, bildim. Ortalama sərfiyyat nə qədərdir? Benzin sərfiyyatı. Ölçməmişəm, 5-6 deyərəm, amma indi yox, indi o deyil də 3-4. 3-4 dənə. Çünki Amma bu havalar rejimlə sürəndə elədir. Aha. Bu CLTC-ilə sürəndə bu demək olar ki, işlətmir benzin. Ona heç qoşmamışam. Aydındır. Bir də Təşəkkürlər. qoşuram da yıxsın onu. Sən bir dənə inşallah məlumatlarımı götürüm. Şu əzizlərim, bu da bizim qalibimiz. İnşallah xeyirli olsun. Avtomobilin nömrəsini və mobil məlumatları verirəm. İnşallah növbəti yağ dəyişmən nə vaxtsa indikator avto yaxınlaşırsan, indələ onlara da məlumat verəcək. Orada dəyişirsən. Tamam. Bilirsən harada yerləşir? Taparım, nə var? Qeyd eləyəcəm. İndikator avto ilə videodan da qeyd eləyim. İndikator avto yerləşir. Bir neçə filialı var. Əsasən Nərmanovda yerləşir, Montin tərəfdə. İndikator avto Waze-də yazsan çıxacaq. Bir də İndikator avto Əhmədli filialı var. Orada yaxınlaşa bilərsən, heç bir fərqi yox. Olduğu əzim. İndi bir dənə məlumatları götürüm. Niyə olmaz ki? Deməyə başlayanda dinə. Demək yoldaşlar, bax 24 sürənlər, taksi işləyənlər əsasən əziyyət çəkirlər. Niyə görə? Gəlib buranı dürtürlər, buranı eləyirlər, aça bilmirlər. Ona görə də belə bir vinil çıxartdırırıq. Belə deyə də özləri də gedib çıxartıra bilər də, özün nəticə orada ver. Yerin deyərəm, bu işarədir. Görsən qəşəng vinildir. Buradan basırsan, indi rahat açır. Şahid, ha Şahid. Sən bunu vurandan qapını rahat açırlar ki. Amma mən taksi işləmirəm bilmirəm. Bildimi, yəni kimsə minəndə rahatdır da. Ha, biraz bilirlər də. Taksi işləyənlər deyir ki, bu burandan canımız rahat deyib yazsın. Bilirlər də haradan. Hə, bilirlər ki, buradan açılır da rahat. 24 sürənlər biraz çətinlik çəkir, o qapı açılmalı. Mən də yeni deyəsən yeni götürürəm. Yaman burada. Tamam, proqram yazılırsınız. Hə, buradan. Bir də ruçka orada satırdılar, görmüşdüm. Hazır artıq ruçkası yapışdırılan varsa bir dənə onu çəkərdim. 24-də ruçka. Ruçka yoxdur, belə əlcəkdə. Yapışqanda bir dənə nömrə yazın da bura verin. Proqram yazılan kim idi? Sən nömrə edirlər. Şəhərdə stansiyada kim zaytlar qoyur? Sonrasını sənə deyim, telegramdır, radiolardır, proqramın içində. Mən Hilton'u qoymuşam, arada qoyuram. Onu gəlişadı mən qardaşa başa sal. Ben çünki mən adı evdə qoyuram deyə Hər bilmirəm. gün qoymuram ya məndə. Mən də ayda edib qoyuram. Məndə adapter elə belə prostoydu da, bloksuzdur. Bir dənə şururdu. Stabilizator adaptörü.
stabilizatoru. Keçən görüşdə çəkiliş Şey elədim. var da telefonda program var. O 100 güclüysə. Ondan evdə qoysan ne olacak? Maşında. Elektron nədir? Ha, o gedirsən şeydə Hilton həyətində. Gördün o avtomatik oradan qoşursan. Söz soruşum. Radio internetlə işləyir. Bəli. İnternetsiz radio da var. İnternetsiz radio da var. Onun üçün əlavə modul almalıdır. Antena. O da nədir? USB yerinə keçir. Əlavə o da həmin o proqram yazana sifariş versən gətirir. O da neyinir? İnternetin olmayanda USB-ni keçirsən ora antenası var. Onu da yapışdırırsan bir sivyaz götürən yerə oradan başlayır. Şua götürüb radio işləyir. Bildim. O neçədir? Misal üçün o radio O qiymətin sözüncüsü bilmirəm. İndi amma belə proqram proqram baza verdiyim öyrənim gəlir. Bax, radio modulu 180 manatdır sifarişdən də. Yəni biz vermirik də onu. Yəni biz ona qarışmırıq. Sılkasını ata bilərik, özü sifariş verə bilər. 180 manata o şimdi radionu internetsiz qulaq asır. İnternetsiz qulaq asmaq olar, amma məncə ona 180 manat verməyən adı yoxdur. Elə internetlə qoş qulaq assın. İnternet haqqında o nömrə falan, onu inşallah birazdan çəkərik də, yox. Nömrəsi yesimdir bunlarda. O da Çində işləyir. Biz elə telefonumuza gigabayt götürürük. Ötürürük ora, oradan da qoşulur. Elə eləyirsiniz. Elə eləyirik, baxırıq da. Maksimal da sağ olsun, köməkli eləyir. Ayda 10 manata 60 gigabayt, 70 gigabayt verir. Aha. 10 manata ya da. Yəqin ki, yoldaşlara kampaniya gələr. Yoldaşlar, əziyyət çəkin. İnşallah. Qardaşlar, Çəkim. Bax, bu zavod üstündə gələn disklərdir. Dostumuz bunu niyə görə çəkirəm? Göstərim ki, bir dənə məhəllə uşağım var, Saşa. Yaduzda da bu maşını çəkmişdir. LL 701 kanalda, YouTube'da mənim videosu da var. Yanvarın özdə biri çəkmişdi o videonu. Bax, belə bir disklər qoyur. Baxın, onu qiymətləndirin. Görün necədir. 700 manata. Alıb. Hardan almısan, Saşa? Hardan almısan? Lamorun. Çandan Lamorun diskləridir. Çanqan Lamorun diskləri. Ya bilirəm, Bakıdan almısan da yana, gətirməmsən? Yox, buradan. Qardaş satırdı qrupda, mən aldım sıra. Hə, qrupda. Hə, başa düşdüm. Çanqanların qrupu var, hal-hazırda elə olan görüşüdlər. Çanqan A05-lərin görüşüdür. Nömrəni aşağıda indi yazacağım sizə. Kim ki qrupa qoşulmaq istədi, həmin nömrəyə yazsın, həmin qrupa salsınlar. O nömrəni qrupa salsınlar. İndi ən çox verilən sualı çalışacağım, cavablayayım. O da hansı sualdır? Ehtiyac hissələrinin tapılmağı. Onu da ki istəyirəm elə oradan gedeyim maraqlanaq. Çünki Öz eləyir, ağac sonra bağla. Yox, yəni gedə-gedə özü toku, məsəl üçün toku qoymuşam 50-yə. onu gəl elə Muradın özündən sonra. Murad, Özü toku keçirir. Gələn həftə inşallah gələcək. Loqolu. Murad, sənə bir dənə belə bir sual, əzizim. Ehtiyac hissələri son video çəkmişdi. Orada ən çox gələn kommentlərdən biri də ehtiyac hissələri tapılır yoxsa yox? Tapılır 100%. Əslində belə mifdir. Yalandan deyirlər ki, bunun ehtiyac hissələri falan tapılmır. Yəni Kitayda bu maşınla kifayət qədər çox yayılır və ona görə də bunun ehtiyac hissələri tapılır. Nəinki bu maşın, əksər Kitay maşınlarının ehtiyac hissələri tapılır. Çünki o da bir bazardır. Ona da istehsal edənlər var. Həm belə fərdi şirkətlər, həm də ki Çanqan firmasının özü də yəni ki bunun ehtiyac hissələrini təmin edir. Ölüxanası da var bilirsiniz. Ölüxanada da biz ehtiyac hissələri gətiririk. Hal-hazırda var. Bəli, Kitayda var, Kitaydan gətiririk. Gətirirsiniz. Yəni lüboy ehtiyac hissələri qapılardan tutmuş, nə bilim, bufer, mufer, nə istəyir? Zakazla, məsəl üçün bizdə bufer sifariş veriblər, hal-hazırda yoldadır, gəlmək üzrədir. Qapı zakaz ediblər, gəlmək üzrədir. Qiymətlərini bir dənə deyək də maraqlı. Məsəl üçün açıq desəm, biraz qiymətlər nisbətən biraz baha olur. Olsun. Amma təxminən məsəl üçün bufer başa gəlir arası 800 manata. 800 manat. Bəli. Dolu buferdir, yoxsa boş? Əksər aksesuarlar olur da, lazımlı aksesuarlar üstündə olur. Amma məsəl üçün bəzi artıq zaşitnikdir filandır, bunlar məsəl olmaya bilər. Başa. Başqa məsəl qapıdır. Qapı neçə idi? Qapı ölüxanadan da gətirə bilirik, belə təzəsini də gətirə bilirik. Amma bunlar məsəl üçün kraskaya vurulur deyə, yəni məsəl üçün kraskasız gəlir də, zavoddan gələn. Ona görə elə ölüxana ilə təxminən eyni qiymətlərə başlayır. Təxminən qapı başa gəlir 800 manata. 2025 modellər bez baha başa gəlir 900 manata, 950 manata. İndi modeldən az sonra dəyişir maşın. Vinin göndərilir adamlar bizə, onun köməyi ilə tapır.
Bildim əzizim. Faras falan hər bir şey var. Fara, məsəl üçün yolda faralarımız var. Kimə lazım olsa lap Onlar neçədir? Bunun farası çox baha da açılırsan. Farası hardasa başa gəlir, təxminən bir 650-700 manat. Belə dəqiq düz qiymət bilmirəm. Bir dənəsi? Bir dənəsi, bəli. Çox bahadır farası. Ən bahalı hissələrindən biri də farasıdır. Aydındır, aydındır. Stopdur məsələn. Stop məsələn ölüxanadan bir qardaşlıq gətirmişdi 160 manata. Təzəsi məsələn Stop 2024-ün 2024, bəli. Sən vura bilirsən hə? 54 daxil. Şey eləyəndə qardaş görüşə bilirsən. WhatsApp-a yaz, oradan baxacam. 2024-ün farası nə qədər dedik? Hardasa təxminən bir 650-700 manata başlayır. Təxminən deyirəm çünki sistemə Fara baxın. demirəm, üzr istəyirəm, stopu deyirəm. Stop təzəsi zavoddan harca 200 manata baş gəlir. Bir dənə məsələn burada ayrıdır da fikir versən sən. Bax bu hissə ayrıdır. Başa düşdüm. 500 manat. Bəs 2025-lər bilmirik qiymətini. Təxminən elə şeydir. 2025-də bir dənə sadəcə şey uzundur axı. Ortasında stop uzundur. Onun qiyməti dəqiq bilməm, amma təxminən məsələn ölüxanadan bir qardaşın gətirdiyi stopun bir hissəsi də bu hissəsi. Bu hissəsi var. Bu harca ölüxanada 160 manata, 170 manata başlayır. Yəni deməli ehtiyac hissələri tapılmır bir mifdir də. Tapılır prosta ki biraz yəni nə işdir? qiymətlər Ən xırda şeylərdir. Qiymətdəki belə dəhşət dərəcədə baha da deyil. Məsəl üçün gürcüdür məsəl üçün. Deyirlər tapılmır. Məsəl üçün mən özüm tapıram. Yəni ölüxanalar var, danışırıq onlarla İstayda. Orada da bir dənə adam deyil. Fərqli şirkətlərdir. Yəni bir dənəsindən də asılı deyil. Yəni deyim ki, məsələn qiymət kimsə monopoliya alır, yox. Belə şeydir. Yavaş-yavaş da daha da çox alacaq. Bizdə plus saytdır. Saytın əsasında artıq sifarişlərimizi veririk. Sayt nə saytdır? 505.az-dır. Yəni girib oradan da sifarişlər verə bilərsiniz. Aydındır, aydındır. Heç əzim, xeyirli olsun inşallah. Təşəkkürlər. Başlayaq. Getdik. Can maşının indi içindəki funksiyaları sizə deyək. Bu mənim maşınımdır, yəni bilən bilir, tanıyan bilir. 54 haran seriyası. 54 Sabirabaddır da, Sabirabad. Bir dənə Çanqan 54-dən məndədir. Xeyirli olsun. Xeyirli olsun. Sizə qapını külə... Demək yoldaşlar, keçdim bunun modlarından danışaq sizə. Bu maşın şərəsinə giririk drive. Gördünüz drive. Burada gəlir bunun nastroykasıdır. Yəni dilin də dəyişməyi, kimdəsə Çin dili olsa, vurursan bura. Burandan sonra girsən settingə. Settingdə düşürsən ən aşağıya. Ən aşağıya düşürsən, burada qoysan bu Çin dili olur. Bu Çin dilidir görürsən. Buradan qoyarsan ingilis dilinə. Yəni bu qədər asandır. Bu dili. Dilindən keçdik bunun drive-nə. Drive moda. Maşınımızı xotlayaq. Ən çox verilən suallar. Ən çox verilən suallar bunların modlarıdır ki, bizim onun hansı 92 ilə sürürsən sən də? Mən özüm 92 ilə sürürəm. Yəni qrupda da 50 min, 60 min sürənlər var. 92 ilə sürürəm. Demək bu, qardaş, bu sırf tokdur. Tok modudur. Bura vuranda bunlar açılır. Bu həmin şeydir. Məndə indi kilometraj 0 olduğuna görə, batareya yox. Batareyanın 0 olduğuna görə bura girmir. Niyə görə? Çünki tokum yoxdur. Bura girəndə yenə bunlar açılır. Bu sırf tokla da pro elektrik. Sırf tokla motor işə düşmür. Bu hibrid mod isə həm motor işə də düşə bilir. Zaryadkın varsa zaryadkıyla da sürə bilirsən. Məsələn, palajeniya düşəndə polnu qazı basanda avtomatik motoru işə salır ki, sənə palajeniyadan çıxasın. Demək bu girdik hibrid moda. Hibrid mod, mixed mod, bu qarışıq moddur. Bu genişləndirilmiş moddur. Sürətli yat sürmək istəyəndə qoydum Exceled mod, sport mod sürdün. Bu mod bunların cəmini elə bir şey nastroykasıdır. Vurursan bura. Məsələn, tormuzu bas, sporta qoya bilərsən, normala qoya bilərsən, rolun dönməyin sporta, bildin necə? Bunu özün aktivləşdirirsən bu modda. Amma məsləhət görərdim ki, taksi işləyən, əsas taksi işləyən üzvlərimiz bu mixedə girsin, qarışıq moddan da girsin, komfort moda. Ən ekonom modda, bu maşının ən ekonom modu da eko moddur. Yəni bu moda qoyub ən ekonom modu sürə bilərsən, yəni yanacaq az girsin. Amma normal sürüş üçün mən buna qoyuram, bu moda qoyuram, bu modu dəqiq çək. Ondan sonra bu modların yaddaşa atmaq var. Drive mod savi. Biz bu modu yaddaşa atmasaq, maşını söndürdüm, deyək ki maşını söndürdüm, maşını xodladım. Keçəcək hara? Zavod moduna, IM. IM də nədir? Intelligent adaptiv deməkdir. O, bütün modların hamısı o IM-dədir. Girdiyi modlara görsən keçdi IM moda. Biz onu yenirik, qoyuruq bura hibridə, qoydum bura. Bura girəndən sonra bu drive mod saviyəni açırıq, burada yaddaş açıldı. Kart işarəsi, yaddaş yığılır. Demək nədir bu? IM modu haqqında məlumat verəcəyik. IM mod verəcəm, onu da haqqında verəcəm. Bu da low, bilsən nədir? Low, normal, high. Rekuperasiyadır. Rekuperasiyadır. O ki, dikdən aşağıya da düşəndə ki, o tormuzu yadı basanda rekuperasiya edir. Ya o qazdan çəkəndə, bura qoyanda
çox maşında tormozlanma verir, zaryadka yığır. Aha. Maşını istəyirsənsə belə deyə də axsın getsin, onda lova qoyarsan. Mən bu axıb getməyə ləzzət edir, lova qoyuram. Mənim də açıq xoşuma gəlir. Aşsa o. Bir dənə söz soruşum. Hayda maksimum nə qədər olur? Mən o Belə maraqlı. yağut çəksə, yüngül yağut tormoza qoyub sürət azaltsan, eləçin olur. Burada minus düşür. Minus Yəni 7 olur. elektromobil kimi tam tormozlanmanı eləmir. Elektromobil bir pedalla idarə etmə modulu var. Onun kimi deyil, yox. Onun Bu kimi elə deyil. bir rekupasiya eləyir, tormozlanma verir, bax təkəri də göstərir, bax fikir verir, bax. Normala qoyanda göyərir, aya qoyanda qızarır, bax. Təkərdə tam qızarır ki, yəni mən tormoz verəcəm də. Yüngül, o da tormoz vermir. Hibrid motor işə düşür, dinamo rolunu oynayır onun. Ay, və O velosipedlərdə qabaq keçirdirdik, sürət azaltırdı. Bax onun kimi, bax lori dildən deyək ki, yəni o dəqiq biz. Tam onu lova qoyuram ki, tormozlanma az olsun. Sonra buradakını da deyim, sonra modları deyə sonra. Bax bu modların ki, gedək spesial moda. Spesial modda bax bu səyahət modudur. Uzaq yol gedəndə bax görsən bax ağaclar yatlar var. Səyahət modudur. Spesial. Buradan sonra keçdik bax bura. Bu nədir? Bu dağa ya da ki qalxırsan ha, hündürə ya da qalxanda motor naqlısıya düşməsin deyə ikisi bir keçdir. Bax motorla elektro motorla benzin motor əl-ələ verib belə bu qalxırlar dağa. Sağ ol. Bu aşağı güc modudur. Yəni gücü çox aşağı salır da. Birinci səhər sürmək istəyən ya da olanda buna verir ki, birdən riski qazı basar, girər harasa dəyər eləyər. Buna mən heç qoymamışam sözünüzü. Aşağı modu nə edirəm? Bu isə bax maşını qoxotdum. Bu isə bu enigmi charge. Vurdum bura, bu yerində zaryadkadır. Yerində zaryadka yığır. O da necə? Məsəl üçün qoyuram bunu. Qoydum bunu neçə faiz oldu? 50%. 51% qoydum deyək. Bu yenə də low, medium, high. Demək bu qoyduq bunu 51%. Low aşağı, medium orta, high yüksək. Qoyuram bunu yüksəyə. Enablinə basan kimi bax başladı maşın zaryadka yığmağa. Motor dərhal işə düşür, zaryadka yığır. Onu da buradan baxa bilərsiniz bax. Məndə hal-hazırda 19%, hal-hazırda zaryadka yığır. Yerində də zaryadka yığır. Sonra demək keçdik buradan drive-dan yenə. Bu sualı kısaca vermişdilər. Vermişdilər. Bura gəlməmişdən qabaq. Bura gəlməmişdən qabaq da vermişdilər. Bu modların, bax bu gördüyünüz pur elektrik. Bax, motor sürətləndir bax. Böyle şey zaryadka verməyə keçdi. Motor işi sürətləndir, neyindir? Zaryadka verir. Burada Siena yazılır. Yəni zaryadka yığır. Görürsən bax burada da yazılır. Yəni elə bir şey olsa narahat olmayın. Qorxmayın. Yəni maşın zaryadka yığır. Bir yağı neçə faiz idi? 19. İndi baxaq. Yəni hələ 19-dur. İnşallah indi olacaq. Hələ ki 20 oldu gördünüz. Əla oldu ki videoda düşdü. Demək bu da çıxardanda məsəl üçün sürmək istəyəndə D-yə də atanda görsən keçdiyi biri də. Yəni narahat olmayın. Elə də çıxartma olur. Gördün keçdiyi biri də parkingi də basıb keçdi parkinqə. Bu modların cəmi intelligent adaptivdir. Bu ağıllı moddur. İntelligent adaptiv. Yəni o türklərdə yapay zəka kimi bir şeydir. Bildin nə də? Bu modda qoyanda özü dikdən aşağı düşəndə tormozlanmanı özü verir. Sən heç eləmirsən. Görürsən ki 50 ilə düşürsən, sürət artmaq istəyəndə burada minus yaranır. Özü yavaş-yavaş tormozlanma verir. Məsələn, qar rejimində, qar yad oldu, sürüşmək olanda biz bu modu deyirdim mən hamiyə ki, bu modda sürün. Sonra qaldı ki, hibridə də dedim, sporta olanda sporta qoydun, sürətli sürmək istəyəndə sporta atdın, sürdün. Sonrasını sədin, kustum, bunların bax şeydir də, yenə bunların sport tormoz kimi. Yenə təkrar deyirəm ki, birdən kimsə sual vermək istəyir, yenə də mən deyirəm ki, bu rekupasiyadır. Keçdik bunun nastroykasına. Bu rimenimi taxın. Təhlükəsizlik kəməri vacibdir, siz də taxın, zəhmət olmasın. İndi sürəcəyik maşını. Yox, sürmürük. Burada avtohold var, o necə işləyir, onu göstərəcəm. Rimeni taxmayanda bax, rimeni çıxartdım bax, avtohold söndü. Avtohold rimen taxılı olmalıdır. Bunda mənə sual verirlər ki, bu avtoholdu necə işlədir? Avtoholda qaşan kimi bura A işarəsi gəlir. Görürsünüz bax, A işarəsi. Burada D-yə atıb, maşını hərəkət edib, buranı çəksən ötürməsən. Bax, tormuzu bir balaca bərk basanda, keçdi avtoholda. Gördün, göyərdi. Ayağımı çəkdim, bax, tormuzdan ayağımı çəkdim. Maşın elə bir svetoforda dayanmışam, avtoholda dayanıb. Bu komfortdur. Bax, indi maşına qazı verəcəm, bax. Çıxartdı avtoholda. Bəli. Özü sürdüm. Bu da bunun özəlliyidir. Arxaya da gələndə, bax, belə də verə bilərsiniz. Belə 360 ilə də vermiyorlar da, yəni tam fulllarda bu var. Özü santimetrinə qədər göstərir bunu arxaya verəndə. Sağ, sol, bakavoy hamısını göstərir. Sonra bax bu engine operativ mod. Bu nədir? Tezay maşını girdin, əyləşdin maşına, maşını xodladın. Zaryadkın 50-60% isə motor işə düşmür. Onda biz nə edirik? Bax bunu vurursan,
Motor işə düşür. Aha. Motor işə düşür. Bax, hal-hazırda bax. Motor işə düşdü, gördün, engine operativ moduna. Bu elə bir qızdırmaq üçün. Qızdırmaq üçün. Bunu açdın, açan kimi də bağlayırsan bunu. Özü qızdıracaq 3 dəqiqə, 4 dəqiqə. Bilir də. Məsələn, məndə motor istəyir, naxadı söndü. Amma soyuq halda o özü qızdırır. Özü qızandan sonra nə edir? Maşını söndürür, motoru söndürür. Ondan sonra sür get. Sonra bu isə tormuz həssaslığıdır. Parkinq eləyəndə park radar həssasıdır. Yəni parkinq eləməyə kömək edir. Bunların lap üst segmentlərində o parkinq yad eləmə var. Onlar çanqanların üst segmentlərində var da. Bizim maşınlarda ekonom klass olduğuna görə bizdə o şey yoxdur, amma parkinq eləməyə kömək edir bu şey. Sonrasını söyləyim, Drift Mode Savvy. Bu bayaq ki dedim də, yəni modu yaddaşda saxlayır. Avtoholdu dedi, engine operativ modu dedi, bunu da dedi. Keçdik enerjiyə. Hibrid moda qoyanda bir dənə də sual verirlər mənə. Mən bunu sürə-sürə necə zaryadkaya qoya bilərəm? Sürə-sürə bunları seçdik, məsəl üçün mən belə sürürəm hal-hazırda, şəhər tipli. Rayona gedəndə intelligent adaptivə qoyub sürürəm. Ağıllı rejimə qoyuram. Hibrid rejimə qoydum. Seçdim miksedi. Komfortu seçdim, maşını sürə-sürə zaryadkaya qoymaq istəyirəm. Hibrid moda qoyandan sonra intelligent adaptivdə qoydum, bax. Zaryadkaya qoymaq istəyirəm, getmir, görsən? Getmir, ha. Amma hibrid moda qoyub enerjiyə girəndə bax. Sürə-sürə bax, bu zaryadka gedir. Neçə faiz? Məsəl üçün qoyduq 45%. Məsəl üçün 80%. Magistral yolda, tıxacda yox, magistral yolda, misal üçün Binə kəndindən Heydər Əliyev prospektinə gəlsən, magistral yolda sürürsən bunu, qoydun məsələn 50-60-a, sürə-sürə zaryadka yığacaq. Onu da sürə-sürə burada kilometrajlar artacaq, biləsiniz ki, zaryadka gedir. Ay, sağ ol. Qaldı ki, amma intelligent adaptivə qoyanda bax, çıxdı oradan. Bir şey də var. Hər maşına minəndə zaryadkaya qoyanda, yaddan çıxmasında, məsəl üçün zaryadkan gedməyəni istəmirsənsə, 50%-ə qalıbsa zaryadkın, hər maşına minəndə onu çəkət 50-dirsə 50-yə qoy ki, neynəsin? İşlətməsin oradan. Amma nağarasan, yarıb tıxaca düşəndə motor məcbur söndüyünə görə işarən burada qoysun, görsən ki, yavaş-yavaş zaryadkaya gedir. Sırf tokdan işlədir axı. Ona görə. O da ağıllı bir şeydir də, yəni. Bu zaryadka haqqında da dedim. Bu evdə zaryadka qoymaq üçündür. O biz bundan qabaqki görüşdə dediyimiz isə nədir onun adı? İşığı zəif olan 8 amperdə qoysun zaryadkaya, evdəki şarj edir ya. Bax 8 amperə qoysun. İşığı güclü olan default maxa da qoya bilər. Amma 8 amperdə yığır 5 saata, 13-də yığır 3 saata, default maxda yığır 2 saat yarıma. O da şunura görə, bateriyanın uzun ömürlüyünə görə yaxşıdır da, yəni özün seçə bilərsən. Şunurun yaxşısa buna qoy. Reset charging. Bu bir keçən sərki videoda dediyim vaxtına zaryadkaya qoyma. Bax bu odur. Zaryadkaya qoydun, savyeni vurdun, toka taxdın, getdin. Özü zaryadka yığacaq, başlama, bitirmə vaxtı. Altar yanlarda olduğu kimi. Bu isə bateriyanı qızdırmadır. Qış aylarında bunların bilirsinizsə 87 dənə banka var, baterika. İçində, maşının altında 87 dənə banka var. Bu arada buradan Ana Rusiyada təşəkkürümüzü bildiririk. Bizim qrupun elektrikidir. Soruşmaq istəyən olsa, yanına getmək istəyən olsa, onda iminli Çin maşınları üçün Tesla'ya qədər diaqnostik edir. Diaqnostikadan əlavə o baterikalara qədər, hansı baterikada zəifliyi varsa ona qədər göstərir. 87 baterikadır. Problemi olanda qırmızı işarə verir ki, bunda problem var, bunu dəyiş. Da bütün baterikanı dəyişmirsən. Başa düşdüm. Çünki baterika lityum-ion olduğuna görə bahadır. Onu bir dənə olanda az miqdarda adam xərcə düşür. O da inşallah ki, heç kimdə olmaz. Bir dənə bu anda elə bir dənə qrupun nömrəsini əlavə eləyə təzədən, dinən qrupu. Hə, qrupa da qoşulmaq istəyənlər 050 602 71 67. Oldu. Bu batareya, bir dənə üzr istəyirəm, bir dənə batareya preheating. Yəni qabaqcadan vaxtı burada təyin eləmək olur ki, qızdırsın da. Bateriyanı qızdırsın, bəli. Sağa neçədən neçəyə vurdun, bu da o savə elədin, yaddaşa atdın, bateriyanı qızdırır. Sürüş əsnasıdır, yəni məsələn bu yerlərdə sürət sürmüşəm, o göstərir burada. Enerji rapordur da, məsəl üçün burada rapor verir. 50 kilometrin raporu, 25 kilometrin raporu, kilovatla göstərir burada məsəl. Burada bək sürmüşəm, görürsən bax. Buradakı qazı ki veririk, burada kilovat artır, bu odur. Orada rapor verir. Sonra çox sual verirlər ki, bunun yağını necə dəyişək? Yağ burada bax məsafəni çək, ümumi məsafə 12660. Çox yağ dəyişmədə bırı ilə verirlər. Çünki bilmirlər. Yəni inciməsinə bilmirlər də. Mənə neçə dəfə zəng eləyiblər ki, mənim maşınıma 4 litr yarım yağ töküblər. Ona görə də biz nə edirik? Həmişə bizim əməkdaşlıq elədiyimiz Orxan bəyə müraciət edirik. Buradan Orxan bəyə də təşəkkür edirəm. 3 dənə filialı var, İntikator avtodur, Nərmanov, Monting, Əhmədli, Köhnə Günəşli tərəf, bir də Ramanı filialı var.
Nərimanov filialında zaryadka taxma da var, amma özü söz verib ki, yaxın günlərdə digər filiallarda da yağı dəyişəndən sonra zaryadka taxmaq olar. Bu rimenimi çıxardım, sıxırdım için. Sonra buradan keçdik. Bu nədir? Ortalama mənim maşınım işlədir 4.8 sürüş əsnasında. Görsən burada göstərir. Bu isə mənim bu yaxçı ümumi probegim var. Burada göstərmişdim sizə. Bu ümumi 657. Amma burada görsən bura nə yazılıb? 8930. Bu nədir? Bu mühərrik işə düşən, hərəkət eləyəndə mühərrik işə düşüb, benzin dediyimiz motor işə düşəndə olan probegdir. Mən məsələn integrator avtoda dəyişmişəm. Yağ dəyişməli, zəhmət haqqlı medium yağı ilə 110 manata dəyişdim. Yağ dəyişməni. Ən bahalısı da Ligmolidir. Ligmoli ilə də 120 manat eləyib yağ dəyişməni. Qrup adından gedənlərə də salon filtri ilə kondisioner filtri 10 manat olur. Amma qrup adını deməsən 15 manatdır. Qrup adından gedənlərə bir də ki loqoları da integrator avtoya verəcəm. Kim ki loqo istəsə gəlib oradan da götürə bilərlər. Demək biz yağı hansı intervalda dəyişirik? Bu ilə. Ola bilər ki, adam var ki, 3 ayda sürür, sırf tokuna sürür. Az məsafə sürür, işə gedir 1 kilometr və yaxud da 2 kilometr, evə gəlir 2 kilometr. O ancaq tokuna sürür, neyindir ki, motor işlənir. O demək neyinirsən, buru ilə dəyişsən. Engini travellə. Deməli, onda bu ilə buna baxır. Buna baxıb probegi yazırlar. 5000-dən bir dəyişilir. Sonra keçdik bodyyə. Bodydə bu bakın ağzıdır. Vuran kimi baka açır, arxa baka açır. Buradan açılır. Buradan da aça bilirsən, bu düymü ilə də açmaq olur. Ona görə də şey eləmirəm onu. Bu door, qapının bir dənə mənim qapımı kilitləsin, yoxsa iminli bütün qapını kilitləsin. Bu isə maşın hərəkət eləyəndə mən bunu bağlamışam, xoşlamıram sözün üçün. Çünki qapını dartırlar, qırırlar. Bu bağlayanda, baxın bir dənə, bağlayanda birinci səhərə açılmır. İkinci səhərdə açılır. Onu çox adam bilmir, dağıtır, qırmaq istəyir. Ona görə mən bunu nə eləmişəm, bağlamışam ki, istəmirəm. Bu da nədir adı? Avtomatik maşını söndürəndə qapının kilidin özü açır avtomatik. İstəsəm açmaya da bilər söndürəndə, istəsəm də aça da bilər. Bu avtomatik bağlayır. Bu maşını söndürəndə, parking eləyəndə avtomatik açır. Bu nədir? Bu nədir qardaş? Bunlar da nədir? Mən sizə deyim. Elə bir şey, welcome unlock, welcome lock. Lockla açan biri açır, biri bağlayır. O da nədir? Maşın cibində, açar cibindədirsə, maşına yaxınlaşanda maşının qapısını açır, uzaqlaşanda maşının qapısını bağlayır. Tabi pultu vurmağa ehtiyac yoxdur. Pult qalsın cibində. Bunun ikisi də odur. Biri açır, biri bağlayır. Talking induction. Bu çox adam mənə sual verir. Çox inciməsinlər. 25 modeldə bu yoxdur. Bunu açanda görsən baqaj işarəsini açır. Bu nədir? Maşının baqajına yüklü olanda, əlində salafan olanda yaxınlaşırsan, bir dənə siqnal verir. Bab. İkinci siqnalı 3 saniyədən sonra verir, arxa kapotu açır. Onu özü avtomatik açır. Amma 25 modellərdə o yoxdur. Bu da yan güzgüləri. Pultu vuranda bağlasın, yoxsa açsın. Bu da onu şey edir. Bu işarəni vur. Görsən yan güzgüləri açır, bağlayır. Bu light, legit. Bu light də nədir? Belə deyək də, maşının qapısını kilitləyəndə işıq verir yola, səni yola salır. Mən 10 saniyə qoymuşam, gecə vaxtı 10 saniyə işıq saçır. Ayağımın altını görüb evə gedirəm də, məsəl üçün, haradasa saxlayanda. Bu da xətt tanımadır. Xətt tanıma, xətti taftayanda başlayır cüt səs verməyə. Onu mən bağlamışam ki, ehtiyac yoxdur. Lazımdır, yəni səs eləməsin. Keçdi burada zaryadka olanda, o da nədir? Video registratoru var bunun. Bunu açırsan, zaryadka görürsən, zaryadka mazdır. Zaryadka olanda bunu açırsan, maşını kilitləyirsən, hər hansı bir kənar toxunma olanda, yüksək səs olanda, tap səs gələndə başlayır video registrator avtomatik işə düşür. Çünki bəlkə kimsə burada qaçdı getdi. Onu da video registratorunu da göstərəcəm, yadıma salarsan bu modlardan sonra. Bu customdur. Bu customdan bir dənə də ən çox verilən suallar nədir? Bu 5 dənə gördüyün adları mutedir, load speed workingdir. Məsələn bu şey var ha. İngilis dili savadım biraz zəifdir. Orada da rəylərdə irad tuturlar. Üzrü sayasız. Bax bu ulduz düyməni, bu 5 dənənin birini aktiv eləmək olur. Məsələn muteye qoya bilirsən ulduzu. Mən onu qoymuşam. Aşağı sürətdə çölə səs verir. Dolong səs verir. Oğultu səsi verir. Oğultu səsi verir. O da nə üçündür? Tokla gedəndə, qarşıda adam olanda maşın sakit gəlir. Onu mən buradan aktiv edirəm. Səs verir çölə ki, adam neynəsin, bilsin ki, maşın gəlir. Bu ona qoymuşam. Onu da vuranda, bax, bura tut bir dənə, bax, off yazır, bax. Load speed, off, on, off. Gördün, açdı. Burada da moredir.
25 modellərdə engine drive mod var ha. Engine operativ mod, motoru kişə salırdıq ha. O 25 modeldə drive-dədir. 24 modeldə drive-dədir, çox üzr istəyirəm. 25 modeldə Moredədir. Engine operativ mod var ha. Sonra keçdi, bu modların hamısı dedim. Buradan sizə nəsə qaranlıq qalmadı? Yox, yox. Keçək bunu. Çox qəşəng ətraflı məlumat Allah verdim. köməyin olsun. 360 kamerası da var. Bu 2D, 3D-dir. 2D belə göstərir. Arxanı arxana göstərir. Bilməm. Bax, bu arxa təkərləri göstərir. Bax, burnu tut. Bu isə qabaq təkərləri göstərir. Bax, gördünüz? Qabaq təkərləri göstərir. Arxa təkərləri nə qoy? Arxa təkərlərdəki bax, bura vurursan, bax, keçdi arxa təkərlər. Ki, yəni, baldiyora ya da sürtməyəsin. Bu da diskini qoruyur da. Yəni, nəinki diskini, badnoşkanı ya da qoruyur. Bu da 3D-dir, bildiyimiz 360 kamera. Çox gözəldir də, yəni. Çox üzr istəyirəm, əlimdəydi. Əladır. Bir də buna istəsəz, məsəl üçün, burada çox adamda belə işarə olur. Bax, bunu sizə göstərim. Bu göy işarə olur, döndərəndə belə göstərir də, rolun düzlüyünü göstərir. Mən o bağlamışam, buradan görürəm deyə bağlamışam, görsən. Ay, sağ ol. Mən o bağlamışam, buradan bağlaya da bilərsən. Mən özüm istəmirəm o olmasın. Yəni, hərə özünün sürüş tərzi var da. Bəli, bəli. Bir də bunun registratorunun bir çox gözəl özəlliyi var ki, nədir? Biz video registratoru, bax, mikrokartı taxdınız bura, ən azı 30 kilo olmalıdır. Mikrokartı taxan kimi video registrator işə düşür. O da hardan baxsa. Girdim bura. Menü düyməsini vurdum. Menü düyməsini vurandan sonra qoy bir dənə Wi-Fi-mi açım mən zəhmət olmasa, çünki yeniləməni də göstərəcəm. DVR video registrator. Video registratorunda bir özəlliyi var bunda. Bir özəlliyi, çox özəlliyi var, çox gözəl özəlliyi var. Bax, bu qabaq kamerası. Bu arxa kamerası. Bu sağ qabaq təkər, sağ arxa təkər. Yox, üzr istəyirəm, sol qabaq təkər kırıladan. Sol arxa təkər. Sağ qabaq təkər, sağ arxa təkər. 4 bir yanı çəkir, hər bir yanı. Yəni burada heç kim səni aladanməzə, yəni belə olur, belə. Bir də bunun bir özəlliyi var. Buranı tut. Bax, hal-hazırda maşın parkinqdədir. Maşını attım D-yə. Gördün, D oldu. Ayağımı tormuza basım, tormuza verdi. Attım parkinqə. Bax, pavorotnikləri vururam, avarenkaları göstərir. Ayağım qazladı, göstərir. Hamısını göstərir. Məsəl üçün, riməni şeyə vurmuşsan, görsən, məsəl üçün, pavorotnika vurmuşsan, sənə deyirlər ki, vurmamısan, girib video registratordan göstərsən ki, vurmuşam da burada. Düzdür. Qəşəng söhbətlər. Bir də bu maşında bir özəlliyi var ki, sağa vuranda, hərəkət eləndə sağa göstərir, sağa döndərəndə pavorotnik vuranda, sola vuranda solu göstərir. Bir də ümumi yuxarıdan 360 göstərir. Əla. Bir şey də vurğulayaq. Buyur. Qoy bir dənə Wi-Fi açım. Açmamışam. Bir dənə Wi-Fi. Wi-Fi də ki, bax qardaşlar, bax belə basını saxladın, telefonundan Wi-Fi ötürdün. Wi-Fi ötürəndən sonra burada Wi-Fi-nin dalğası gələcək. Bu mənim telefonumdur. Vurdum bura, konfirm, Wi-Fi o qoşulsun. Özü hər dəfə qoşulur. Yox, avtomatik bunu açanda qoşulur. Mən indi açdım axı zarətə getməsinə. Hər maşına oturanda bu arada telefonumuzu bir dənə zarətəyə taxaq. Deməyə keçdi. Bu ligiddir, musik ligid. Buna qoyanda, buradan hər hansı bir mahnını seçirsən, buradan Open-i vurdun. Bu show düyməsidir. Maşına minəndə, maşından düşəndə qapı açmaq işarəsini vursun, şüşələri salır, mahnı başlayır rəqs eləməyə. Bu onun üçündür, cancel eləyək. Bu yeniləmədir. Maşındakı yeniləmə gəlir ha, versiya yeniləmə. Vururuq bura, yoxlayır. İndi məndə son güncəl yeniləmədir, axırıncı yeniləmədir. İndi bəlkə gəlib yoxlayaq, bir həftədə yoxlamıram. Mən bunları mütəmadi yoxlayıram ki, görsən bax, ən axırıncıdır. Update data. Yeni versiyadır. Bu nastroykadır, bir yaxşı kimi. Burada Wi-Fi, display ekrandır, məsəl üçün gündüz ekran, üzr istəyirəm, gündüz ekran, gecə ekran. Bunu avtomatika da qoya bilərsən. Avtomatik, gündüz vaxtı ağ olur, gecə vaxtı gecə olur. Mən bunu bura qoyuram, ehtiyac yoxdur. Ekranı bax, bildiyiniz kimi ekranı qaraldır, ağardır. Bu da digital log, analog, saatın fərqliləridir, dəyişir eləyir. Buradan keçirik Wi-Fi-ya. Bu qaranlıqda öyrəşmişəm. Wi-Fi qoşulmadı, bir yaxşı göstərdim. Bu nömrənin setidir, nömrəni də edirəm. Şəbəkəndir. Buradakılar da nə ilə işləyir olar. Bu da ehtiyac yoxdur. Bu hotspot, internet paylaşmaq. İnternet paylaşmaqdır. Bu da YESIM-dəndir. Bu Çində işləyir, bizdə Çində işləmir. Bu YESIM-dir. iPhone-larda digər nömrə YESIM olur. Bluetooth-a qoşulmadı. Son, burada nədir? Bu pavorotnikin səsidir. Sonra bu bir yaxşı çölün səsi var. Gördüm, bu o səs verir. Bax, bu odur, bax. Sürəndə hərəkət edir. Onun səsini dəyişsən. Bir də bunların belə vurursan,
burada da ekvalajerdir. Bizim bu Ha, maşının kalonkasının ekvalajeri. O da buradan girdiğin ekvalajeri var. Mən bura qoymuşam, yaddaşda qalıb. Başqa da ki, buradan bunlara dedik. Bunlar musiqi buradadır, CarPlay'dir, Çinin Play marketidir. Bunlar da Çinə aid olan şeylərdir. Bizdə hələ ki işləmir. Burada da nömrə olsaydı, yesimlə dəstəkləsəydi, zəng eləmək olardı. O da bizdə işləmədiyinə görə. Bəlkə indi üzü qabağa bir həll olacaq, işləyəcək. Bir də klimat kontrolunu da göstərək. Klimat kontroldakı, belə vurdum bura, klimat kontrol açılır. Adi maşınlardakı kimi. Edge kondisionerdir, avtomatikdir. Off söndürür, çölün havasını açır, bağlayır. Bakovoy güzgülərlə arxa patpresi isidir. Bu AC Max ən güclü sürətlə kondisioneri soyudur. Bu da için havasını, sərin havasını çölə verir. Ventiklyasiya dediyimiz bir şeydir. Buradakı modlar da sifətə, üzə, ayağa, patpresə, yəni onun da hamısını burada göstərir. Başqa da ki, inşallah ki, yenə nəsə olarsa, nə də sualları olarsa, rəy bölməsində yazarlar, inşallah ki, oradan cavablandırarıq. Buradan da kim ki, müsbət rəy verirsə, Allah canı sağ eləsin. Biz həvəskar sürücüyük. Yəni, mən nə elektrik deyiləm, nə usta deyiləm, nə də ki, bu maşını istehsal eləməmişəm. Yəni, mən həvəskar sürücü kimi bildiklərimi sizinlə bölüşdüm. İnşallah ki, ümidvaram ki, yaxşı bir şey aldım. İnşallah, inşallah. Təşəkkürlər məlumat üçün, daşqınlar var olasan. İnşallah görüşərik yenə. İnşallah, yenə də ardı olar. Allahın köməyi ilə yeni proyektlərlə inşallah. İnşallah, inşallah. Əzizim, çox sağ ol. Sağ olun. Burada mən videonu yekunlaşdırıram dostlar. Allah canınızı sağ eləsin. Sona qədər baxdınız. Ümid edirəm ki, video xoşunuza gəldi. Videonu bəyəndinizsə like etməyi unutmayın. Kanala abunə deyilsə, hələ də kanala abunə olun. İnşallah ki, bu tip videolar mənə elə gəlir ki, maraqlı idi, xoşunuza gəldi və davamı gələr inşallah. Sağ olun, salamat qalın.